Salam olsun herkese. Salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə destructing haqqında danışacağıq. Arraylərdə və obyektlərdə bunun istifadəsini sizə göstərmiş olacağam. Buradan ilk öncə gəlin baxaq. ES6 yazıb axtarsaq ya da ECMAScript 6 yazıb axtarsaq əgər Tabletry School-da baxa bilərik. Baxın burada verilibdir. Operator olaraq göstərilibdir. Həm obyekt üçün, həm də array üçün. Verin, obyektə daxil olduğumuz zaman obyekt destructing göstərir burada və bunun istifadəsini burada göstərir. Eyni zamanda ES6 baxın, ES6 özəlliklərdir bunlar. Eyni zamanda arraylər üzərində də bunun istifadəsinə baxmış olacağıq. Belə deyək də, bunun adını eşidəndə qorxmayın. Əslində bizim işimizi rahatlaşdıracaq bir şeydir. Məsələn, hər hansı bir array yazıram bura. Const array deyəcəm elə adına da. Formada bir dənə Alisa olsun. Bir dənə içərisində bu formada olsun. Bir dənə də number yazaq. Məsələn, 24 olsun. Belə bir arrayimiz var, düşünün. Mən bu arrayin deməli müəyyən indekslərində duran dəyərlər ki var, yəni Alisa 24, indi burada fərqli də ardı da ola bilərdi bunun. Bunları müəyyən bir dəyişənlərə təyin etmək istədiyim zaman necə yazırıq? Normal ənənəvi qaydada belə yazırıq. Məsələn, const a deyirəm. Buna mənimsədəcəm nəyi? Arrayin 0-cı indeksin. Fikir verin. 0-cı indeksin və yaxud da ki const B deyəcəm. Dəyişən adlarını artıq, yəni bu dəyişən adlarını bilirsiniz ki, müstəqil təyin edirik. Yəni bu bizdən asılı olan bir şeydir. Hər dəfə yəni bunları deyib sizi yormaq istəmirəm. Bura qədər gəlmisinizsə bunları bilirsiniz. Və yaxud da ki B yazıram bura. 24-ü də götürmək üçün birinci indeksdə olanı götürə bilərəm bu formada. Elə deyil. Gəlib CLG deyib A-nı yazsam, Ctrl-C edirəm, aşağı yapışdırıram. Və gəlirik buradan. B-ni də yazırıq. Ctrl-S eləyirəm. Baxın, Alisa və 24 cavabını bizim üçün konsola yazdı. Necə etdik biz burada? Yəni arrayin 0-cı indeksini bu dəyişənə təyin etdik. Birinci indeksini isə bu B dəyişəninə təyin etdik. Burada yazdıq. Bu biraz uzun yoldur. Bunun qısa versiyası destruct etməkdir. O necə olacaq bəs? Məsələn, cavab aşağıda yazıram. Mən burada const yazacağam. Baxın, const yazdım. Yenə dəyişən təyin edirəm. Amma bu array olduğu üçün burada bir dənə array mötərizəsi açıram. Məsələn, T deyəcəm burada, bir də ki D deyəcəm bu formada. Və mənimsədəcəm buna nəyi? Array. Baxın. Sonra gəlib CLG deyib T-ni yazacağam. Ardından Ctrl-C edirəm, Ctrl-V edirəm və gəlirəm buradan D-ni də yazıram. Ctrl-S edirəm. Baxın, eyni nəticəni bizim üçün çıxartdı. Fikir verin. Burada yazdığım bu uzun formada yazdığım ki var. Yəni A yazdım, 0-cı indeksi təyin etdim. B yazdım, 1-ci indeksi təyin etdim. Bunu artıq buradan bağlaya bilərik. Yuxarıda qalsın, sadəcə göstərmək üçün yazdım. Bunu biz bu formada yaza bilirik. Yəni bu array bilirik ki, bu arraydir. Yəni adına da fikir veririk. Mən adımı bu formada yazmışam. Fərqli ad da yaza bilərsiniz də. Array deyəndə yəni buranı nəzərdə tuturam mən. Bu arraydir. Bunu destruct etdiyimiz zaman bu formada yaza bilirik. Yəni onun içərisindəki uyğun indeks nömrələrində olan dəyərləri mən burada dəyişən adı olaraq tuta bilirəm. Məsələn, burada first name də deyə bilərsiniz. First name də deyib, bunu Ctrl-C edirəm. Artıq T yoxdur da first name var, fikir verin. Ctrl-S edirəm, burada bu formada da çıxacaq. Aydındır, yəni destruct etmək budur. Deməli, bu bərabərliyin sol tərəfində də array yazırıq və onun içərisində hansı indeksləri tutmaq istəyiriksə, onları yazırıq bura. Yəni adı, dəyişən adını biz burada təyin edirik. Necə burada dəyişən adı təyin etmədik, burada arrayin içərisində təyin edirik. Və bu arrayi mənimsədirik. Yəni bu arraydə artıq uyğunlaşacaq onlar bir-birinə. Və arraylərdə destruct etdiyimiz zaman sıralamanın önəmi var. Yəni first name yazanda bu 0-cı indeksi götürəcək. Soldan sağa doğru gedir. D yazanda birincini götürəcək. Və yaxud da ki, mən bunu götürmək istəməsəm bu formada, məsələn 24-ü götürmək istəsəm, əgər bu formada yazsam, baxın, sadəcə bu formada yazsam mən, bunu da Ctrl-KC eləyək, ya da istəyik silək burada. Baxın, bu formada yazsam, Alisanı gətirəcək bizə, 24-ü götürməyəcək. Mən istəsəm 24-ü götürüm yalnız, bunu götürmək istəmirəm. Burada vergüllə həmən hissəni keçməliyik. Baxın, keçdi onu, 24-ü qaytardı bizə. Yəni, vergüldən öncə vardı, hər vergüldə bir dənə indeks soruya adlanmış olur da, belə deyə bilərik. Hətta belə bir şey yazsaq, bunda artıq götürməyəcək. Baxın, Ctrl-S eləyirəm, undefined cavabı qaytaracaq bizim üçün. Çünki gəlir 0-cı indeksi keçir, 1-ci indeksi keçir. Burada da 0 və 1-ci indeks var. Artıq 2-ci indeks olmadığı üçün burada, 2-ci indeksdə heç bir şey olmadığı üçün bizə undefined qaytardı. Hə, məsələn, gəlib bura, məsələn, 1 əlavə etsəm, Ctrl-S etsəm, 1-i qaytaracaq bizə. Aydındır. Və yaxud da ki, 4-cü, 5-ci bu formada indeks nömrələri olsa, onları götürmək istəsək, bu formada vergüllə öncəkiləri götürməyib, sadəcə onu götürə bilirik. Aydındır. Bu da mümkündür. Belə. Yəni, bu destruct etməkdir. İndi bunu qaytaraq normal formaya. Məsələn, burada yazıram first name, ya da ki, A deyə elə buna, D olsun. Ctrl-C edirəm, yuxarı yapışdırıram. Burada da qalsın sizə
Çünki bu faylları göndərəcəm. Alisa və 24 cavabı qayıtdı bizə. Yəni bu formada yazılış yazmaqdansa arraylərdə bu formada destruct eləyə bilirik və sıralamanın önəmi var. Qeyd etdiyim kimi vergüllə yazıldığı formanı göstərdim sizə. Aydındır? Bu belə bu arraylərdə destruct etməkdir. İndi gəlirəm obyektlərə baxaq, ondan sonra obyektlərin funksiyalarda istifadəsini də sizə göstərəcəm. Məsələn, bir obyektim var, const deyirəm person məsələn. Person obyektim var. Normal bir obyekt yazırıq. Bunun first name olsun. First name olsun, məsələn, Alisa yazıram yenə. Last name də yaza bilərik, yazmıram, ona ehtiyac yoxdur. Yəni çox uzun-uzadı yazmağa ehtiyac yoxdur. Məsələn, bu da 24 olsun. Ctrl S eləyirəm. Baxın, bu bir obyektdir. Bunu dəyişənlərə təyin etsəm necə olar? Məsələn, const yazıram, first name də deyə bilərəm, ABC də deyə bilərəm. Məsələn, D deyirəm. D-yə mənimsədirəm nəyi? Person'ın içərisindəki first name. Baxın, bu formada yaza bilərəm. Və yaxud da ki, const deyirəm, T deyirəm. T-yə mənimsədirəm, person içərisindəki age. Baxın, bu formada CLC deyib, D-ni yazacağıq, Ctrl-C edirəm, Ctrl-V edirəm və T-ni də yazıram. Ctrl-S edirəm. Baxın, Alisa və 24 cavabını bizə qaytardı. Mən nə etdim burada? Dəyişənə təyin etdim. İlk öncə bunu mənimsətdim. Ondan sonra həmən dəyişənlərin dəyərlərini konsola yazmış oldum. Bu da uzun yazılışdır. Bunun qısa yazılışı nədir? Onu da buradan yazıram, baxın. Const yazırıq yenə. Sadəcə burada array mötərizəsi açmayacağıq. Bu obyekt olduğu üçün obyekt mötərizəsi açacağıq bu formada. Baxın, obyekt mötərizəsi açdım və bunların adı ilə tuta bilərik. Məsələn, first name deyil. First name yazıram. Mötərizə yazıram burada. Age də yazıram bu. Və buna mənimsədəcəm nəyi? Person obyektini. Person obyektini. İndi gəlib mən bunu artıq burada CLC deyib, əgər first name-i artıq first name və age olaraq tutduqda biz elə deyil. Bunu yazsam konsola, bu konsollarda bağlayayım burada. Ctrl-KC eləyək. Bir dənə deməli konsolda yazdım elə. Hətta istəyirəm ayrı-ayrı yazaq. Ctrl-C edirəm, Ctrl-V edirəm. Ctrl-C edirəm, Ctrl-V edirəm. Ctrl-S edirəm. Baxın bu formada. Alisa 24 cavabı qayıtdı bizim üçün. Yəni bu qısa yazılışdır. Fikir verin. Bu obyekt olduğu üçün mən burada bunu destruct etdim. Yəni obyekt olaraq deyirəm ki, sən elə bu obyektin mənim bu mötərizənin sağ tərəfində duran obyekt olduğu üçün onun içərisindəki first name-i götür və age-i götür deyirəm. Aydındır? Və yaxud da ki, mən first name-i götürmək istəməsəm, burada sadəcə bunu silərəm buradan. Baxın. Artıq bunu da silək ki, error verməsin. Ctrl-S edirəm, yalnız age-i götür. Aydındır? Mənə yəni obyekt içərisindən hansı deməli data lazımdırsa onun keyini yazıb buradan götürə bilirəm. Və yaxud da ki, yalnız first name-i də götürmək olar. First name yazaram. Burada da age bağlayacağıq. Ctrl-KC eləyəcəyik. Ctrl-KV eləyib açacağıq. Bu formada Alisanı da götürə bilərik. Aydındır? Bu da mümkündür. Və yaxud da ki, bir dənə də yazılış sizə göstərim. Bunları da Ctrl-X eləyib, bunların öz yanına gətirək və buradan da bunu Ctrl-KC eləyək ki, bu köhnə yazılış da burada qalsın. Və yaxud da ki, belə bir şey də yazmaq olar. İndi bunu gördük. Hətta bunu da belə yazaq. Sıralamasının da önəmi yoxdur burada. Baxın, age yazdım, first name yazdım burada. Ctrl-K-U eləyib açıram. Yəni sıralama burada önəmli deyil, amma arraylərdə önəmli idi. Yəni age burada fikir verin. First name öndədir, age sonradır. Amma mən burada age-i ilk öncə tutdum, sonra first name-i tutdum. Burada da konsola yazanda nəticə eyni olaraq qayıdır bizə. Yəni obyektlərdə bu sıralamanın önəmi yoxdur. Çünki ada görə burada oldu. Aydındır? Və yaxud da ki, mən istəyirəm ki, bunu age adı ilə tutmayım. Və yaxud da ki, first name adı ilə tutmayım, bunlara müəyyən dəyişən adı verim. Onda da məsələn yaza bilərik. Age-ə deyəcəm ki, bu artıq kənarda, yəni obyektin çölündə çağırdığım zaman bunu məsələn D olaraq davransın. Və first name-i çağırdığım zaman T olaraq davransın. Artıq bu first name age, baxın Ctrl-S edirəm, error verəcək bizə. Çünki bunlar kənarda dəyişən kimi deyil artıq. Yəni bura gəlib, bunu da hətta Ctrl-C edirəm, Ctrl-KC edirəm. Gəlib aşağıdan yazaq, o da qalsın yuxarıda. Artıq mən burada D-ni yazmalıyam və T-ni yazmalıyam. T-ni yazmalıyam. Baxın, Ctrl-S eləyirəm. 24 və Alisa cavabı bizim üçün yenə çıxmış oldu. Aydındır? Yəni, mən burada artıq age olaraq tutmadım bunu. Qoşa nöqtə yazdım, D olaraq tutdum. Yəni, artıq mən bunu istifadə etdiyim zaman bu age-ə nə gəlib yerləşirsə bunun içərisindən, onu D olaraq burada istifadə edəcəm. Və ya first name olaraq istifadə etmirəm, T olaraq istifadə edirəm. Bu yazılışda mümkündür. Sonra, Ctrl-KC eləyək bunu. Bir dənə də yazılış göstərim sizə. Const yazıram məsələn bura. Bunu hətta bilirik. Default parametrdir bu. Məsələn, first name yazırıq bura. Bir də ki, age yazırıq. Baxın, bu formada yenə personu verəcəm buna. Baxın, first name və age-i tutduq biz burada, elə deyil. Mən istəyirəm ki, bu age əgər yoxdursa, bu formada davransın. Məsələn, 20 olsun.
Aha, Ctrl S eləyirəm. İndi gəlib bu DT-ni bağlamalıyıq burada. Ctrl KC eləyirəm. Bunu açmalıyıq ki, görək də nəticələri. Ctrl S eləyirəm. Baxın, Alisa və 24 cavabı qayıtdı bizə. Bu 20-nin əhəmiyyəti olmadı burada. Fikir verdiniz. Niyə görə? Çünki burada age var. Amma bunu bağlasam burada, Ctrl S eləsəm, baxın 20 olaraq davrandı artıq. Yəni mən burada demiş oluram ki, first name-i tut. Yəni bunun içərisində first name var. Onu tut və burada konsola yaz. Burada da age tuturam, amma deyirəm ki, age yoxdursa əgər, onu 20 olaraq qəbul et. Default olaraq 20 olsun. Amma age dəyəri buradan gəlsə mənə, onda bu 20-nin əhəmiyyəti olmayacaq. O gələn dəyər nədirsə, o yazılacaq. Baxın, hal-hazırda bizə age gəlmədiyi üçün 20 yazıldı konsola. Amma mən burada age-i açsam əgər, bunun içərisində age olsa, Ctrl S eləyirəm, baxın 24 oldu artıq. Aydındır, yəni bunun bir mənası olmadı. First name də eyni qaydada. Buna da default parametr verə bilərik. Məsələn, hər hansı bir şey verirəm. Bu formada Ctrl S edirəm. Baxın, mənası olmadı. Amma first name-i burada bağlasam, Ctrl KC eləyib bağlasam, Ctrl S eləsəm, baxın 1-1-1 cavab qayıtdı mənim üçün. Aydındır, yəni bu default dəyərləri də biz burada verə bilirik. Bu da belə, Ctrl KC eləyək. Bu default dəyərləri hətta sizinlə keçmişdik. Biz funksiyaların parametrlərində səhv etmirəmsə. Bu belə. Bunu da bağlayaq, Ctrl K eləyək və bunu ümumi olaraq bağlayaq, Ctrl KC eləyək. Hətta bu mənə lazım olacaq, Ctrl C eləyək buradan. Gəlirəm aşağıda bir də funksiyalarda bunun istifadəsini sizə göstərim. Məsələn, buraya yapışdırıram. Burada da fərqli bir ad verək. Məsələn, user deyək buna. Fərqi yoxdur, person da olaraq qala bilər, amma yuxarıdakı eyni olmasını istəyirəm. Baxın, bir funksiyamız var, düşünün. Bu funksiyamız log funksiyasıdır. Konsola log yazacaq. Məsələn, burada dəyişən olaraq nə tuta bilərik? Baxın, user də deyə bilərsiniz, nəsə d də deyə bilərsiniz bura. Yəni, bunun kənardan gələnlə eyni olmasının əhəmiyyəti yoxdur. Gələcək deyirəm bura. Mən D-nin içərisində mənə bilirəm ki, first name gələcək. Baxın, obyektdir də bu. First name-i yazacağam və vergül yazıram. D-nin içərisində age yazacağam. Baxın, bu köhnə yazılışdır. Bunu göstərim, sonra yeni yazılışı da göstərəcəm. Log yazıram bura, log funksiyasıdır. Mən buna D parametri göndərməliyəm. Yəni, D-nin yerinə yerləşəcək bir şey göndərməliyəm. User-i göndərdiyim zaman bura, baxın, user-i göndərdiyim zaman bura, bu obyektdir. Obyekt gəlib bu D-nin içərisində yerləşəcək. Bu obyektin içərisində də first name və age var, fikir verin. Ona görə də burada d.firstname deyəndə bunu götürəcək, d.age deyəndə 24-ü götürəcək. Başqa bir obyekt yaradıb onu versəydim, onun içərisindəki bunları götürəcəkdi. Ctrl S eləyirəm, baxın, Alisa 24 cavabı mənim üçün çıxdı. Amma bu uzun yazılışdır. Bunun qısa yazılışı necə olacaq? Elə burada birbaşa üstündə göstərirəm. Mən bura bilirəm ki, obyekt gələcək. Bu obyekt içərisində first name və age yoxdur. Onda burada belə yaza bilərəm, baxın. Burada obyekt mötərizəsi yazıram. First name yazıram bura və vergül yazıram, age yazıram. Baxın, artıq D nöqtəyə ehtiyac olmayacaq. Birbaşa first name və age olaraq tutacağam. Ctrl S eləyirəm, baxın, Alisa 24 cavabı çıxdı bizim üçün. Yəni, fikir verin, qarışıq yazılış deyil. Əslində, çox sadə yazılışdır bu. Yəni, mən bilirəm ki, bura parametr olaraq gələn data obyektdir. Və həmən obyekt içərisində də first name, bir də age var. Mən də burada destruct etdim. Birbaşa parametrdə destruct etdim bunu. First name-in və age-ini tutdum. Və age-i istəməsəm, sadəcə first name-i tuta bilərəm. Bunu artıq bu undefined verəcək. Ctrl S edirəm. Undefined yox, daha doğrusu error verdi. Baxın, bunu silsəm burada. Ctrl S edirəm. Alisa cavabını yalnız tuturam. Age mənə lazım olmadı artıq. Aydındır. Bunu da eləmək mümkündür. Hətta burada default parametr də vermək olar. Məsələn, buna deyə bilərik 23 deyək. 23 deyə buna. Ctrl S edirəm. Baxın, Alisa 24 cavabı gəldi mənim üçün. Amma bu Ctrl K edirəm. KC edirəm daha doğrusu. Bağlayıram. Burada 23 oldu artıq. Fikir verdiniz. Yəni, burada da default parametr vermək olur. Necə yuxarıda default parametr vermirdik, burada da onu etmək mümkündür. Yəni, qısacası, funksiyaya əgər obyekt parametr olaraq gəlirsə, bilirik ki, bu obyektdir. Onun içərisindəki, bir var obyektin özünü tutaq, nöqtə yazıb, onun içərisindəki hər hansı bir fieldi götürək. Bir də var ki, birbaşa burada destruct eləyək. Aydındır. Hətta default parametr də verə bilərik ki, əgər age gəlmirsə, 23 olaraq davransın, nə 20 olaraq davransın, neçə olaraq istəyiriksə, o formada davransın. First name-i də bunu tətbiq eləyə bilərik. Bu da belə. Bu da nədə istifadəsi oldu? Funksiyalarda parametr kimi istifadəsi oldu. Son olaraq bir şey də sizə göstərmək istəyirəm. Bu çox istifadə olunan deyil əslində, amma yenə də göstərmək istəyirəm. Baxın, məsələn, bu obyekti götürüm yenə buradan. Ctrl C edirəm. Buraya yapışdırıram. Ctrl K eləyib açıram bunu. Bunu yazdıq. Məsələn, bu içərisində düşünün ki, adres var. Baxın, bu formada adres yazaq, nəsə yazaq da istəyirsiniz, ya da hər hansı bir məlumat yaza bilərik biz bura. Yəni, bizə lazımdır ki, müəyyən bir, baxın, bu userin içərisində bir dənə də obyekt olsun. Mən bunu istəyirəm. Aydındır? Yəni, bu, deməli, userin içərisində bir dənə də obyekt var. İç-içədə bunlar sanki. Məsələn, adres deyəcəm elə. Adres deyirəm. Bunun içərisində düşünün ki, nə olsun? Region ola bilər, ölkə ola bilər, hər hansı bir şey ola bilər də. Məsələn, country yazıram.
country yazıram. Bu da olsun Azərbaycan. Bunlar şərtidir hamısı. Bir dənə də bir şey yaza bilərik, amma ehtiyac yoxdur. Hələ sadəcə country olsa kifayət eləyəcək. Mən bunu artıq, baxın, bunu destruct etmək istədiyim zaman const yazıram bura, fikir verin. Obyekt mötərizəsi olacaq, çünki obyekt. Bunu destruct etmək istədiyim zaman şablon belə olacaq da. User'i mənimsədəcəm buna. Baxın, user. Bu içərisindən mən first name-i tuta bilərəm, baxın. First name-i tuta bilərəm. Mən first name-i tutdum. Age-i də tuta bilərəm bu formada. Adresə gəldiyim zaman adresi yazıram, qoşa nöqtə yazıram, bir dənə də destruct açıram və counter-ini götürəcəm artıq. Fikir verin. Counter-ini götürdüm. Artıq CLC deyib, baxın, bu destruct-ın içərisində bir dənə də destruct etmiş oldum. Yəni sadəcə counter-ini yazsam, Ctrl S eləyəcəm, Azərbaycan cavabı çıxacaq bizim üçün. Bunları götürmədən də eləmək olar onu. Baxın, birbaşa bunun içərisində. Ctrl S eləyirəm, Azərbaycan cavabı qayıtdı mənim üçün. Bunun da içərisində olsa bir dənə də artıq qoşa nöqtə yazıb onu da götürmək olar. Yəni bu da iç-içə istifadəsidir. Düşünün, burada obyektdir. Bu obyektin içərisində bir dənə də obyekt var. Mən onu bu formada götürə bilirəm. Bu adresdir. Bu adresin içərisindəkini də destruct eləyirəm. Yəni counter-ini götürürəm. Və yaxud da ki, bunun içərisində də başqa bir şey də olsaydı, onu da burada götürə bilərdim. Counter-ini deyil də həmin o məlumatda götürə bilərdim. Və yaxud da ki, burada default dəyər də verə bilərdim. Məsələn, Türkiyə deyək buna. Ctrl S eləyirəm, bir təsiri olmayacaq. Amma bu gəlmədiyi halda Türkiyə olaraq qayıdacaq bizə. Aydındır? Bu da belə. Yəni bu obyektlərin destruct edilməsi və yaxud da ki, arraylərin destruct edilməsi bu formadadır və çox-çox istifadə olunacaq. Həm React-da istifadə olunur, yəni JavaScript harda istifadə olunursa, backend tərəfdə olsun, Express-də, Node.js-də, yəni harda deməli JavaScript görsəz, orada demək olar ki, istifadə olunur və bizim işimizi rahatlaşdırır əslində. Onun üçün də bunu da sizə göstərmək istədim. Növbəti dərsdə fərqli mövzu ilə davam etmiş olacağıq. Növbəti dərsdə görüşək.